Bugün Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində anadan olmuş şəhidimiz Kamran Rasimoğlu Əliyevin ailəsinin qonağı oldum. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Şəhidimizin ata və anası məni böyük səmimiyyət və mehribanlıqla qarşıladılar. İlk növbədə bu isti münasibətə görə onlara dərin minnətdarlığımı bildirirəm. Şəhidimizin evinə çəkiliş məqsədi ilə getmişdim. Artıq hər kəsin sosial şəbəkələrdən məlumatı olduğu kimi, ailəyə məxsus avtomobil 2 il əvvəl satılmışdı. 2 gün öncə isə həmin avtomobili alan şəxs onu 2 il istifadə etdikdən sonra satmaq qərarına gələrək yenidən satışa çıxarıb. Bu hadisədən xəbər tutan bir həmyerlimiz böyük bir humanist addım ataraq avtomobili geri alıb və şəhidimizin yaşadığı ünvana gətirib. Avtomobil şəhidimiz Kamran Əliyevin atasına oğlunun əziz xatirəsinə ehtiram əlaməti olaraq hədiyyə edilib. Allah canıva dəyməsin, elə jurnalistlər gəliblər, oturmuşuz, elə danışırıq, sizin haqqınızda da danışırıq. Allah sizə can sağ olun, məmnunum. Allah canıva dəyməsin. Allah sana var eləsin, az qardaş. Elvin qardaşımızdır, gəlib, çəkiliş edir Xəzər TV üçün. Allah bütün arzuları sana çatdırsın. Çox sağ ol ki, bu işi görmüsən. Allah sana var eləsin. Teşekkür ederim, çok sağ olun. Az qardaş. Oldu mənim balam. Nə qulluğun olsa, sənin evində. Için bulunuza hazırım. Sağ ol mənim balam, Allah canıva dəyməsin, çox sağ ol. Sağ ol. Qeyd edək ki, Azərbaycan ordusunun əskəri olan Kamran Əliyev 2020-ci ilin sentyabr ayının 27-sində Ermənistanla Azərbaycan arasında başlayan Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. O, oktyabr ayının 12-sində Xocavənddə gedən ağır döyüşlər zamanı aldığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucalıb. Allah ruhunu şad etsin. Deməli, qardaşlar, şəhidimizin maşınıdır. Biz bu maşını tapdıq, gətirdik, sağ olsunlar. Binə Əlim Yandıq kollektivinin sahibi bu maşını götürüb və sabahları inşallah şəhid qapısına yollanırıq. Bu maşını hədiyyə edəcək. Bir dənə halallaşsınlar inşallah. Ya Allah. İlk öncə nə danışırsınız, nə deyirsiniz? Nə deyə bilərsən, qardaş? Mən bu qardaşa təşəkkür edirəm ki, belə bir şəhid ailəsinə diqqətinə görə hər kəs bu diqqəti göstərmir. Allah həmişə onu yetirsin. Təşəkkür edirəm sizin kollektivinizə, hamınıza. Allah kömək olsun. Xeyirli olsun. Sabahları inşallah maşın şəhidin atasına təhvil veriləcək inşallah.